Ayın 26-sı keçirilmiş ÖTK sınavının 10-cu siniflər üçün olan testinin izahına başlayaq. 31-ci testdə deyir, qədim Hindistanda Maori sülaləsinin süqut etdiyi əsrdə. Qədim Hindistanda Maori sülaləsi eramızdan əvvəl 180-ci ildə süqut etmişdi və bu 2-ci əsrin əvvəli edir. Deməli, həmin dövrdə olan hadisəni tapacaq. Atropatenada olmuş hadisəni tapacaq, daha doğrusu Atropatenada və Romada. Selevki 3-cü Antioxun hücumuna məruz qaldı. Bu olmayacaq. Çünki 3-cü Antiox 223-cü ildə hücum edib də Atropatenaya. O da 3-cü əsrin ikinci yarısı edir. Parfiya dövləti ilə müttəfiqlik əlaqələri yarandı. Bu olacaq çünki eradan əvvəl 2-ci əsrdən Roma və Parfiya işğalçı müharibələrini daha da genişləndirdiyi vaxtda Atropatena ilə Parfiya yaxınlaşmışdı. Hökmdar Ariobarzan tərəfindən idarə olunurdu. Bu da getməyəcək, çünki Ariobarzan eradan əvvəl 20-ci ildə Atropatenanı idarə etmişdi. Və o 10 il Romada yaşamışdı. Oktavian Avqustanı hakimiyyətə gəlməsində dəstəkləmişdi. Deməli, 1-ə B gedəcək. 1-ə B hansı variantda var? A variantında var. 2. Qədim Roma, eradan əvvəl 2-ci əsrdə qədim Romaya aid hadisə tapmalıyıq. Konsullar tərəfindən idarə olunurdu. Bəli, doğrudur. Çünki Romada Respublika dövrüdür. Bu dövr Respublika dövründə də Romanı konsullar idarə edirdi. Pun müharibəsinə qalib gəlmişdi. Bu da doğrudur. Çünki eramızdan əvvəl 146-cı ildə Roma Pun müharibəsində qalib gəlmişdi. Qulların öldürməsinin qadağan edilməsi bizim eranın 2-ci əsrindədir. Bu getməyəcək. Deməli, 2-yə AB, 1-ə isə B olan cavabdır. 2-yə AB, 1-ə isə B olan cavab C variantıdır. 32. Albaniya mədəniyyətinə aiddir. Həsənlidən tapılmış qızıl cam Mannaya aiddir. Daşdan yonulmuş 4 aslan heykəli Hindistan tarixinə aiddir. Padşah Aşokan dövründə düzəldilmişdi. Çeriftoda aşkar edilmiş abidə Atropatenaya Yunan təsirindən bəhs edən abidədir. Ziviyədə tapılmış gümüş sini Mannada olmuşdu. Böyük Dəhnə kəndində tapılmış daş kitabə isə Albaniyaya aid olan abidədir. Yunan təsirindən bəhs edir. Cavab Y variantıdır. 33-cü test. Afina və Sparta şəhər dövlətlərinin eradan əvvəl 5-ci əsr tarixinə aid oxşar cəhəti müəyyən edin. Strateglər tərəfindən idarə edilmələri oxşar deyil. Spartada bir strateg görmürük. Hərbiləşmiş dövlət olması Spartaya aiddir. Makedoniya dövləti tərəfindən müstəqilliklərinə son qoyulması isə ikisinə də getməyəcək. Çünki 338-ci ildə olubdu ümumiyyətlə bu hadisə. Makedoniyanın Yunan şəhər dövlətlərinin tutması, o zaman Sparta öz varlığını qoruyub saxlamışdı. Həm də əsr də uyğun gəlmir. Koloniyalar yaratmağa başlanması da getməyəcək. Çünki koloniyalar eramızdan əvvəl 8-6-cı əsrlər arasında yaranıbdı. Yunanistanda qalıq etmək uğrunda mübarizə aparmaları isə uyğundur. Çünki 434-404-cü illər arasında 431-404-cü il eramızdan əvvəl bu illər arasında Afina-Sparta müharibəsi vardır. Yunanistanda qalıq etmək, dəniz ticarətində üstünlüyü ələ keçirmək uğrunda aparılmışdı mübarizə və sonunda da Sparta qalib gəlmiş, Afina dəniz ittifaqı isə dağılmışdı. 34-cü test. Mətnə aid olan doğru fikri müəyyən edin. İlk vaxtlar ibtidai insanlar özləri hələ heç nə hazırlaya bilmirdilər. Onlar meşələrdən hazır məhsulları, meyvə, giləmeyvə, bitki köklərini toplayıb yeyir, ovçuluq və yığıcılıqla, yem toplamaqla məşğul olurdular. Köçmə yaylaq maldarlıq, xeyr, o deyil. Xış əkinçiliyi B variantı da deyil, bağçılıq, bostançılıq da deyil, istehsal təsərrüfatı da deyil. Cavab Y variantıdır, mənimsəmə, istehlak təsərrüfatı. Çünki yığıcılıq, ovçuluğa başqa cür biz mənimsəmə təsərrüfatı deyirik. 35. Arşakilər sülaləsinin Atropatilər sülaləsi ilə oxşar, Mehranilər sülaləsi ilə fərqli cəhətini müəyyən edin. Atropatilər sülaləsi Atropatenada Atropatla başlayır. Ondan sonra digər nümayəndələrin adları isə Artabazan, Artabaz, Dariobarzan, Ariovasdır. Arşakilər sülaləsi isə eramızın 1-ci əsrindən Parfiya sülaləsidir, Azərbaycanı idarə etmişdi.
Məsələn, Qoçaq Vaçaqandır, 3-cü Mömin Vaçaqan, 2-ci Vaçe, 1-ci Vaçe, Urnayır bunlardır. Mehranilər sülaləsi isə 630-cu ildən 705-ci ilə qədər Albaniyanı idarə etmişdi. Varaz Qriqor, Cavanşir kimi nümayəndələrini tanıyırıq. İndi bizə lazımdır ki, Arşakilər sülaləsinin Atropatılarla oxşar, Mehranilər sülaləsi ilə isə fərqli cəhətini tapaq. Sasanilər dövlətinin tərəfində müharibədə iştirak etməsi, bu Atropatenada belə bir hadisə yoxdur. Düzdür, Atropatenanı tuturlar Sasanilər, amma Atropatilər sülaləsi nümayəndələri artıq fəaliyyət göstərmir o dövrdə. Xristianlıq dövlət dini elan etməsi, bu da oxşar və ya fərqli cəhət deyil. Bizans imperiyası ilə diplomatik münasibətlərin olması, bu da ola bilməz. Çünki Atropatilər sülaləsi dövründə heç Bizans imperiyası yox idi. Albaniyanın idarə edilməsi də Atropatilər sülaləsinə aid olan bir hadisə deyil. Atropatenanın ərazilərinin idarə edilməsi isə bunların hamısına aid olan hadisə olacaq. 36-cı testlə davam edək. Xəritədə xüsusi işarələnmiş dövlətin eramızdan əvvəl 3-cü əsr tarixi üçün bağlıdır. Xüsusi işarələnmiş ərazi Çin ərazisidir. Ölkə üçün vahid qanunların verilməsi. Çində Sinşuxandi vahid qanunlar vermişdi. Maurya sülaləsi tərəfindən ölkənin birləşməsi xeyr. Belə bir hadisə Hindistana aiddir. Ari tayfalarının hücumu da Hindistana aiddir. Hunlarla mübarizə, bəli, bu da var həmin dövrdə. Demək, yeni sülalənin hakimiyyətə gəlməsi də Sinşuxandinin hakimiyyəti də 3-cü əsrdir, Xan sülaləsi də 3-cü əsrdir. Onda deməli cavab olacaq 1, 4, bir də 5. 1, 4, 5 isə D variantındadır. 37-ci test. Hansı döyüşə aid xüsusiyyət verilməyib? Qeyri-bərabər döyüşdə Leonid və döyüşçülər həlak oldular. Bu Fermopil döyüşüdür. C variantı getdi. Spartadan başqa Yunan şəhər dövlətləri müstəqilinə son qoyuldu. Bu Xeroneya döyüşüdür. Eradan 338. B variantı getdi. Bu döyüşdə İskəndərin ordusu 3-cü Daranmuzlu döyüşçülərini məğlub edərək Aralıq dənizi sahili və Misirə doğru hərəkət etdi. Burada da A variantı gedir. Roma sərkərdəsi Krasın rəhbərlik etdiyi Roma ordusu Parfiya Atropatena ordusunun birləşmiş qüvvələrinə məğlub oldu. Burada isə Karra döyüşü olacaq. D variantı gedəcək. Cavab olacaq Fraspa döyüşü. Çünki sırf Krasın rəhbərlik etdiyi Roma ordusu ilə Parfiya Atropatenanın birləşmiş qüvvələrinin məğlub olması demək Karra döyüşündədir. Məğlub edilməsi Karra döyüşündədir. 38-ci test. Albanların Sasanilərlə müttəfiq olmadığı döyüşü müəyyən edin. Kür sahili döyüş eramızdan əvvəl 66-cı ildədir. Dizraf döyüşü bizim eranın 371-ci ildədir. Kadisiya döyüşü isə 636-cı ildədir. Qanıq döyüşü isə eramızdan əvvəl 65-ci ildədir. Burada cavab olacaq 1 və 4. Yəni Y variantı. 39-cu test. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. 1. 387-ci il Roma Sasani müqaviləsi nəticəsində Albaniya Amit vuruşmasını itirdiyi torpağı geri qaytarmır. Dizrafda itirdiyi torpaqları geri qaytarır. 1 getdi. 2. Sasani şahı 1-ci Şapurun qələbələri nəticəsində Albaniya hökmdarı 2-ci Vaçenin Sasani dövlətinin tabeçiliyini qəbul etməsi. Bu 1-ci Şapurun qələbələri yox, 2-ci Şapurun qələbələri nəticəsində olacaq. 3-ə baxaq. 629-cu il Sasani dövlətinin Bizansla bağladığı müqavilə nəticəsində Albaniya Sasani dövlətinin təsir dairəsində qalır. Bəli, bu doğrudur. 3 doğrudur. Mehranilər sülaləsinə son qoyulması nəticəsində Albaniyanın daxili müstəqilliyin ləğvi. Bəli, bu da doğrudur. 705-ci ildə ərəblər tərəfindən son qoyulmuşdur. 3 və 4 və D variantı olacaq. 40-cı test. Qədim Albaniya dövlətinin eradan əvvəl 3-cü əsr tarixinə aiddir. Əsas istehsalçı təbəqənin qullardan ibarət olması yanlışdır. Çünki Albaniyada qullar əsas istehsalçı qüvvə deyildi. Quldarlıq yüksək səviyyədə inkişaf etməmişdi Roma, Yunanistan kimi. B variantı. Selevki dövlətinin asılılığını qəbul etməsi Albaniyaya aid deyil, Atropatenadadır. Roma sərkərdəsi Pompey ilə sülh bağlanması
Bu da Albaniyaya aiddir, amma eradan əvvəl 1-ci əsrin birinci yarısına aiddir. Hökmdarlar öz pullarını kəstirməyə başlaması, bəli, bu Albaniyaya aid olacaq. Quldarlığın digər dövlətlərdə olduğu kimi geniş yayılması da dediyim kimi Albaniyaya aid deyil. Daha əvvəl baş vermişdir. Roma şəhərinin əsasının qoyulması eradan əvvəl 753, Hindistanda kassaların yaranması eradan əvvəl 12-ci əsr, ilk yazılı sülh müqaviləsi eradan əvvəl 2-ci minillik Kadeş müqaviləsi 2-ci Ramzes Hitlərlə imzalamışdı. İlk imperiyanın yaranması eramızdan əvvəl 3-cü minillik və yaxud 24-cü əsr Sargon tərəfindən yaradılmış Akkad imperiyası, ilk Olimp oyunlarının keçirilməsi isə 776-cı ildə, eradan əvvəl 776-cı ildə. Deməli, burada hadisə olacaq hansı? İlk imperiyanın yaradılması D variantı daha böyük hadisədir və daha tez baş veribdir. 42-ci test. Sərvət əldə etmək və onu qorumaq zərurəti quldar dövlətlərinin yaranmasına şərait yaratdı. Artıq eramızdan əvvəl 4-cü əsrlərdə, 4-cü əsrlərdə bu dövlətin ərazisində bir neçə quldar dövlət var idi. Bu dövlətlərin bir-biri ilə arasında müharibələr aparırdı. Ona görə də bu dövr ölkənin tarixinə vuruşan padşahlıqlar dövrü kimi daxil olur. Söhbət qədim Çindən gedir. Nomlar arasında daim rəqabət gedir. Hər zaman hökmdar istəyirdi ki, hər nomun hökmdarı istəyirdi ki, zəif nomları özünə tabe etsin. Nomlar birləşdikcə onların sayı azaldı və 4-cü min 2-ci yarısında iki müstəqil padşahlıq yuxarı və aşağı Misir yarandı. Bu iki padşahlıq arasında uzun müddət mübarizə gedirdi. Birinci və ikinci mətndə Misir haqqında da aydındır ki, birinci və ikinci mətnlərdə bəhs olunan müharibənin ümumi nəticəsini müəyyən edin. Mübarizənin ümumi nəticəsi isə vahid dövlətin yaranmasıdır. Gəlin görək, belə bir cavab varmı? A variantı dövlətin parçalanmaya məruz qalması, B variantı ölkənin vahid dövlətə birləşməsi. Bəli, cavab B variantı olacaq. 43-cü testlə davam edək. Uyğunluğu müəyyən edin. Alt paleolit Neandertal tipli insan yanlışdır. Neandertal orta paleolitdədir. Orta paleolit dövrü insanların ana xətti ilə birləşməsi yanlışdır. Ana xətti üst paleolitdədir. Neolit dövrü bir neçə qohum qəbilənin birləşdirən tayfalar yanlışdır. Erkən tuncdadır. Mezolit dövrü insanlar hələ də mənimsəmə təsərrüfatı ilə məşğul olurdular. Bəli, mənimsəmə təsərrüfatı heç vaxt sıradan çıxmır və davam edir həmişə. Neolitdə ölü yandırma yoxdur, erkən tuncdadır. Cavab olacaq D variantı. 44. Eyni əsrdə baş vermiş hadisəni göstərməliyik. Qədim Hun dövlətinin parçalanmaya məruz qalması, Tiberi qıraxın torpaq islahatı həyata keçirməsi bu yanlışdır. Çünki Hun dövləti parçalanır eradan əvvəl 58-də, Tiberi qıraq 133-də torpaq islahatı keçirir eradan əvvəl. Qədim Çində qırmızı qaşlar bizim eranın 1-ci əsri, Misirin Romanın əyalətinə çevrilməsi isə eradan əvvəl 30-cu ildir. Bu da eyni əsr deyil. Romanın Yunanistanı işğal etməsi eradan əvvəl 146-cı il, Parfiyanın Atropatenanı işğal etməsi isə olacaq bizim eranın 1-ci əsri. Demək, bu da cavab deyil. Roma sərkərdəsi Pompeyin Albaniyaya hücumu və alanların Albaniyaya hücumu, bu da eyni əsr deyil. Çünki Pompey eradan əvvəl 1-ci əsrdə, alanlar bizim eranın 1-ci əsrində hücum etmişdi, yürüş etmişdi. Romada Spartak üsyanı eradan əvvəl 74-71, Alban hökmdarı Zoberin Romadan asılı qəbul etməsi isə eradan əvvəl 36, ikisi də eradan əvvəl 1-ci əsrdir. Cavab Y variantı. 45. Azərbaycan ərazisində mövcud olmuş tayfa ittifaqları və dövlət qurumları ilə bağlı yanlış cavabı müəyyən edin. Asuriyaya qarşı mübarizə qədim Azərbaycan tayfalarının vahid dövlət halında birləşməsini zəruri edirdi. Bu doğrudur. İdarəçiliyin yerli məmurlara həvalə olunması Kutilərin Keçi arası mövqeyini gücləndirdi. Bu da yanlışdır, çünki əksinə zəiflədir. Cavab B variantıdır. Digər cavablar doğrudur. 46. Uyğunluğu müəyyən edək. Eradan əvvəl 13-cü əsrin əvvəlində Hitləri məğlub etmişdi 2-ci Ramzes. Demək, ya C ya D variantıdır. Mesopotamiyanın şimalı və cənubu üzərində nəzarət ələ keçirərək dünya tarixində ilk imperiyanı yaratdı Sargon. Cavab olacaq C variantı. İslahatlarını xalqa çatdırmaq üçün ölkənin müxtəlif
səmtlərinə 33 kitaba qoyduran da Aşokkadır. C variantı. 47. Göstərilən hadisələrdən hansı birinə aid nəticə göstərilməyib? Taxıl və digər zəruri ərzaq məhsullarının ixracı qadağan olunmuşdu. Salon islahatına görə B variantı getdi. Hər bir vətəndaş dövlət idarəçiliyində istənilən vəzifəni tutmaq hüququ aldı. Periklin islahatına görə Y variantı getdi. Ölkə vilayətlərə bölündü. Sen-Şuxandinin islahatı nəticəsində inzibati islahatı 36 vilayətə bölür. D variantı getdi. Quldarların torpaqlarının ölçüsünə məhdudiyyət qoyuldu. Qıraq islahatları C variantı getdi. Cavab A. Drakon qanunlarına aid heç bir hadisə burada yoxdur. 48. Qədim Misir və Makedoniya dövlətlərinə aid oxşar cəhət deyil. Fələstin və Finikiyanın işğal edilməsi bu oxşar cəhətdir. Əhəmənilər dövləti ilə mübarizə bu da oxşardır. Misir eradan əvvəl 525, Makedoniya isə 334-330-cu illər arası Əhəmənilərlə mübarizə aparıb. Roma tərəfindən işğal olunması bu da oxşardır. Yunan şəhər dövlətləri ilə mübarizə aparmaqları variantı qalır. Bir də parçalanmaya məruz qalması. Misir də parçalanmaya məruz qalıbdı. Eradan əvvəl 1-ci minillikdə. Makedoniyada İskəndər öldükdən sonra parçalanıb. Deməli, cavab D variantıdır. Hər ikisi də Yunan şəhər dövlətləri ilə mübarizə aparmayıb. Makedoniya aparıb, amma Misirdə belə bir hadisə biz görmürük. 49. Qərbi Roma imperiyasına aid deyil. Amid döyüşündə Sasani Alban qüvvələri ilə mübarizə aparılması. Cavab elə A variantıdır. Çünki Amid döyüşü 359-cu ildə olmuşdu. Bu dövrdə Roma hələ bütöv imperiya idi və 395-ci ildə Roma qərbə və şərqə bölünəcək. Bu da Amiddən sonradır. 50-ci test. Xəritədə rəqəmlə işarələnmiş hansı əraziyə aid yaşayış məntəqəsi verilməyib? 1-ci dəqiqə oldu. 16 dəqiqə. Deməli, xəritədə rəqəmlə işarələnmiş hansı əraziyə aid yaşayış məntəqəsi verilməyib? Sərkərtəpə Xaçmazdadır. Xaçmaz isə 4-dür. Babadərviş Qazaxdadır. Qazax isə 3-dür. Qobustan 2-də yerləşir. Kültəpə isə Naxçıvandadır. 5-dir. Deməli, 1. Qarabağa aid heç bir hadisə verilməyib. Ərazi verilməyib. 51. Yeni Alban əlifbası tərtib etmişdir. Asvagen. Deməli, 1 gedəcək Asvagenə. Ya 4 ya da 5 cavab olacaq. Sasanilərə qarşı azadlıq hərəkətinə başçılıq etmişdir. 2-ci Vaçe. 2 gedəcək 2-ci Vaçeyə. Deməli, burada 5 cavabı doğrudur deyəsən. Gəlin yoxlayaq. Albaniyanın bütün vilayətlərini birləşdirərək mərkəzləşmiş dövlət yaratmışdı. Qoçaq-Vaçaqan. 3 gedəcək Qoçaq-Vaçaqana. Sasani şahı 2-ci Şapurla müttəfiq olmuşdu. Urnayr 4-də gedəcək. Urnayra cavab 5 D variantıdır. 52. Ulsunun dövründə və Axşerinin dövrünə aid hadisələri xarici siyasətini tapmalıyıq. Müəyyən müddət Urartu ilə dostluq əlaqələri saxlaması 1-ə A gedəcək və Assuriya ilə münasibətlərin bərpa edilməsi və C-də gedəcək. İkisi də ulusunun siyasətidir, xarici siyasətidir. 1-ə A və C. 1-ə A və C isə 2 variantda var, A-da və D-də. Axşerinin dövründə isə Assuriya ilə ittifaqın gücləndirilməsi yanlışdır, əksinə pozur. Üsyan Axşerinin dövründədir, amma bu xarici siyasət deyil. Ona görə B-ni götürmürük. 2-yə isə C, İskit dövləti ilə ittifaq qurulması. Deməli, 1-ə A və C, 2-yə isə C. Bu da D variantındadır. 53. Xronoloji ardıcılığı müəyyən edin. Albaniya dövləti 3-cü Vaçaqanın hakimiyyətə gəlməsi 487, Bərdənin Albaniyanın paytaxtı 444, Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması, Albaniyada Arşakillərin hakimiyyətinə son qoyulması 510-cu ildədir. İkinci uzun müddətli hakimiyyətsizlik dövründədir. Urnar tərəfindən idarə olması 313-371. Deməli, biz burada birinci götürəcəyik. Urnar tərəfindən idarə olunmasını, daha sonra Bərdənin paytaxtı olmasını 444, daha sonra 3-cü Mömin Vaçaqanın hakimiyyətə gəlməsi 4, 2, 1, ən sonda isə 3. 54.
Roma imperiyası ilə mübarizə aparmayan dövləti müəyyən edin. Sasanilər. Sasanilər, Roma-Sasani müharibələri var əslində və məsələn 260-cı ildə olan müharibəni, 359-cu ildə olan müharibəni əgər götürsək, Amid döyüşünü götürsək, həmin dövrdə də Romanın imperiya olduğunu nəzərə alsaq, deməli Sasanilər mübarizə aparıb, Albaniyada onun müttəfiqi olub, Albaniyada mübarizə aparıbdı deməli. Məsələn, Parfiyada Roma ilə müharibə aparıbdı, amma o dövrdə Roma imperiya deyildi. Atropatenada mübarizə aparıbdı, o dövrdə də Roma imperiya deyildi. Məsələn, 36-cı il Fraspanı götürə bilərik. Frank dövləti də Roma ilə Sasonda vuruşub 486-cı ildə. O dövrdə də Roma imperiya deyil. Deməli, 3, 4, 5 olacaq cavab. 55-ci test. Eramızdan əvvəl 3 və eramızdan əvvəl 2-ci əsrlərə aid oxşar cəhəti müəyyən edin. Çinin Xan sülaləsi tərəfindən idarə edilməsini götürə bilərik. Çünki 220 eradan əvvəl 206-cı ildən bizim eran 204-nə qədər sülalə idarə edibdi. Bu da hər kəsrə düşür. Atropatenanın Selevkilərdən asılı vəziyyətdə olmasını da götürə bilərik. Çünki eradan əvvəl 223-dən 190-a qədər asılı olubdursa, o zaman düşür bu əsrlərə. Alan yürüşünü götürmürük. Çünki alan yürüşü bizim eradadır. Heç baxmırıq. Məsələn, Çində vuruşan padşahlar 4-3-cü əsrdir. Bunu da götürmürük. Pun müharibəsini də götürə bilərik. Çünki eradan əvvəl 264-146, 3-cü, 2-ci əsrdir. Cavab 1, 2 və 5 olacaq. 56-cı test. Midiya dövlətinə aiddir. Hökümdar Kaştarti İskit ordusu ilə döyüşdə məğlub olaraq öldürülür. Bu doğrudur. Kaştartini 653 eradan əvvəl İskitlər öldürür. Bu da İskit dövlətinin ən yüksək zirvəsi sayılır. Hökümdar Kiaksar Midiyanın Assuriya əsarətindən azad etdi. Kiaksar İskit ağalığından azad edir. Assur ağalığından Kaştariti azad edir. Ona görə 2 səhvdir. Hökümdar Asiyak Midiyada İskit ağalığından, bu da yanlışdır. Çünki dediyim kimi İskit ağalığına Kiaksar, Kaştariti isə Aşur ağalığına son qoyur. Bir də hökümdar Kiaksarın işğalçı müharibələri nəticəsində Midiya imperiya çevrildi. Bu düz cavabdır. Cavab 1 və 4 olacaq. 57-ci test. Qədim Roma və qədim Çinə aid Venn diaqramını işləyirik. İşğalçı müharibələr hər ikisinə gedəcək 3-ə. Misirin işğalı Romaya gedəcək 1-ə. Hieroqlif yazı Çinə gedəcək 2-yə. Ölkə ərazisində üsyanların baş verilməsi ortaya gedəcək. Çünki Romada Spartak üsyanı, Çində isə qırmızı qaşlılar və sarımsaqlar üsyanı. 12 lövhə qanunları isə Romaya gedəcək. Eradan əvvəl 5-ci əsrə aiddir 12 lövhə qanunları. Situasiya testini oxuyaq. Sasani Roma müharibəsində Sasani şahı Roma ordusunu məğlubiyyətə uğratdı və öz qələbəsi barədə bütün qonşu ölkələrə xəbər göndərərək onlardan itaət göstərmələrini tələb etdi. Bu zaman Albaniya hökmdarı Sasani hökmdarına tabe olmaq istəmədi. Buna baxmayaraq bir çox ölkələr kimi Albaniyada Sasanilər dövlətinin tabeliyinə düşdü və onu hərbi dəstələrlə təmin etməli oldu. Mətndə bəhs olunan hadisənin nəticəsi haqqında məlumat hansı məbəddəki kitabədə qeyd olunur? Bu 262-ci ildə müəyyən olunmuş Nəqşi-Rüstəm, yəni 262-ci ilə aid olan Nəqşi-Rüstəm abidəsindən söhbət gedir. Orada Albaniyanın Sasani tərkibinə keçməsi haqqında məlumat var idi. Yəni Sasanilərin tərkibinə daxil olan ölkələrin siyahısında Albaniyanın da adı var idi. 59-cu test. Mətndə bəhs olunan Sasani və Albaniya hökmdarlarının adını yazın. Bu dövrdə Sasani hökmdarı 1-ci Şapur, Albaniya hökmdarı isə 1-ci Vaçe olmuşdu. Tarixi biliklər 60-cı test. Tarixi biliklərinizə əsasən mətndə hadisələrin hansı əsrdən bəhs olunduğu 1 və bu dövrdə Albaniyanı idarə edən sülalənin adını yazın. Hadisə 262-ci ildən demək bəhs edir. Yəni birinci sualın cavabı 262-ci ildir və yaxud 3-cü əsr deyə bilərik. 3-cü əsrin ikinci yarısı, çünki bizim eradır. Və bu dövrdə Albaniyanı idarə edən sülalənin adı isə Arşakilər sülaləsidir. Parfiya dövləti süqut etsə də bu dövrdə Arşakilər Albaniyanı idarə edir. 61-ci test.
Dinlədiyiniz üçün sağ olun, bəyənməyi unutmayaq. Bu qədər.